Bugün sizlərlə fəzada düz xətt və müstəvilərdən danışacağıq. Gəlin başlayaq sadədən mürəkkəbə doğru keçid alaq və həmçinin test tapşırıqlarına da baxacağam. Deməli, bizdə fəza deyəndə, təbii ki, fəza tərifi olmayan bir anlayışdır. Lakin fəzanın bölməsini öyrənən mühəndəsə hissəsini nə deyirik? Biz stereometriya. Stereometriyada əsas həndəsi fiqurlar nədir? Nöqtə, düz xətt və müstəvidir. Nöqtə aşağı sinifdən məlumdur, düz xəttdə həmçinin. Müstəvi anlayışı nədir bəs? Müstəvi də təbii ki, sonsuzdur. Lakin biz müstəvinin kiçik bir hissəsini qeyd edirik və onu nə ilə işarə edirik? Müstəvini işarə edirik Yunan əlifbasının hərfləri ilə və ya hər hansı bir müstəvini üçü bir düz xətt üzərində olmayan, baxın, bir düz xətt keçirmək mümkün deyil ikisindən bunların və nöqtələrin köməyi ilə işarə edirik. Ya ABC müstəvisi, ya alfa müstəvisi kimi deyə bilərik. Deməli, əgər biz bir müstəvi üzərində nöqtələr qeyd ediriksə, məsələn, D ilə B bu müstəvi üzərindədir, lakin K alfa müstəvisinə aid deyil. O zaman biz deyirik ki, D və B komplanar nöqtələrdir. Bir müstəvi üzərində yerləşən nöqtələrə həndəsədə komplanar nöqtə kimi baxırıq. Daha sonra, təbii ki, müstəvi bölməsində necə biz aksiyonlardan danışırıqsa, fəza bölməsindən də aksiyonlardan danışmalıyıq. Birinci o aksiyomu bilməliyik ki, müstəvi bölməsində öyrəndiyimiz bütün aksiyonlar, teoremlər, xassiyə və qaydalar hamısı fəzanın hər bir nöqtəsində doğrudur. İkinci bir aksiyomu deməliyik ki, istənilən müstəviyə aid olan və aid olmayan nöqtələr ola bilər. Məsələn, B ilə K-nı müqayisə edək. B daxildir alfa müstəvisinə, amma K daxil deyil alfa müstəvisinə. Bu birinci aksiyon. Başqa nə aksiyon bilirik? İkinci bir aksiyon deyə bilərik ki, bir düz xətt üzərində olmayan 3 nöqtədən bir və yalnız bir müstəvi keçirtmək olar. Bu nə anlama gəlir? Baxın, bir düz xətt üzərində olmayan 3 nöqtə götürürəm. Bunlardan bir müstəvi keçirmək olar. Əslində bu müstəvini elə adlandırma aksiyomu deyək. Çünki biz biraz öncə bundan istifadə elədik müstəvini işarə eləyərkən. Daha sonra deyir, əgər iki müstəvinin bir ortaq nöqtəsi belə varsa, məsələn, alfa müstəvisi, fi müstəvisi, bunların bir dənə ortaq nöqtəsi var, n nöqtəsi. Onda bu müstəvilər buradan keçən düz xətt boyunca kəsişəcəklər. Bu da növbəti aksiyon. Davam edək. Aksiyonlardan danışdıq, müstəvilərdən danışdıq. İndi gəlin, belə deyək, fəzada düz xəttlərin qarşılıqlı vəziyyətindən danışaq. Ümumiyyətlə, düz xəttlərin qarşılıqlı vəziyyəti müstəvidə də paralel düz xəttlər var idi, kəsişən düz xəttlər var idi. Təbii ki, fəzada da bunlar doğrudur və biz deyirik ki, əgər düz xəttlər bir-biri ilə kəsişirsə, bu düz xəttlər hər zaman bir müstəvi üzərində yerləşir. Əgər düz xəttlər kəsişirsə, bunlar bir müstəvi üzərində yerləşir. Əgər düz xəttlər bir-birinə paraleldirsə, yenə həmçinin bir müstəvi üzərində yerləşir. Lakin ola bilər ki, elə bir düz xəttlə qarşılaşaq ki, iki düz xəttlə daha doğrusu, həm paralel olmasın, nə də kəsişməsin. Bəs bu düz xəttlərə biz nə ad veririk? Təbii ki, əgər paralel deyilsə və kəsişmirlərsə, bunlar bir müstəvi üzərində yerləşdirməyimiz qeyri-mümkündür. O zaman baxın, belə düz xəttlərin adına deyirik çarpaz düz xəttlər. Fəzada kəsişməyən və paralel olmayan düz xəttləri biz çarpaz düz xətt kimi adlandırırıq. A, B-yə çarpazdır. Gəlin çarpaz düz xətdən biraz daha geniş tanış olaq. Deməli, iki çarpaz düz xəttin tərifini necə verdik? Bir də deyirəm, bir müstəvi üzərində yerləşməyən, kəsişməyən və paralel olmayan düz xəttlər çarpaz düz xəttlər adlanır. Çarpaz düz xətti belə də deyə bilərik. Tutaq ki, bir düz xətt var alfa müstəvisi üzərində, A düz xəttidir. İndi mən bir başqa B düz xətti çəkirəm. Yenə də bu alfa müstəvisini kəsir. Lakin, baxın, burada bir K nöqtəsində kəsdi bir B düz xətti. Lakin A-ya aid olmayan nöqtədə kəsir. Onda yenə də mən deyə bilərəm ki, A ilə B bir-birinə çarpazdır. Gəlin çarpaz düz xəttləri bir kub üzərində öyrənməyə çalışaq. Baxın, tutaq ki, belə bir kub çəkirəm. Bircə dəqiqə.
Belə bir düz xətt, bir dəqiqə şəkil təsvir edək. Aha. Bir ikisini də çəkdik. Artıq kubumuz hazır. Aha. Mən burada nəyi təsvir etməyə çalışacağım? Mən burada kub üzərində sizə çarpaz düz xəttləri təsvir etməyə çalışacağım. Baxın, tutaq ki, bu kubun təpələri A, B, C, D olsun. Burada A1, B1, C1 və D1 olsun. Gəlin burada çarpaz düz xətt tapaq. Bax, tutaq ki, mən AB düz xəttini götürürəm və bununla çarpaz düz xətt axtarıram. Mən elə yerdə götürməliyəm ki, bu düz xətti. Onlar bir müstəvi üzərində yerləşməsinlər, paralel olmasınlar və kəsişməsinlər. Harda götürə bilərəm? Baxın, DC düz xəttinə. Hansı ki DC ilə A1 bu şərtləri ödəyir. Onda deyə bilərəm ki, A1 çarpazdır DC düz xəttinə. Və yaxud başqa birini götürək. Bir başqasını götürək gəlin. Məsələn, B1 düz xətti götürürəm. B1 düz xəttindən buradakı deməli D1C düz xətti bir-birinə çarpazdır. Çünki onlar nə kəsişmir, nə də bir müstəvi üzərində yerləşmir. B1 çarpazdır D1C. Və burada bir şeyə fikir verin ki, bax, hansı ki biz bu müstəviyə baxsaq, bax, bu sarı rəngli müstəvini görürsünüz. Bu müstəvi hansı ki müstəvini adlandırmaq olar B1, BC müstəvisi. Həmin o sarı müstəvidə, baxın, bu indi D1C düz xəttinə baxın, həmin müstəvini kəsir. Lakin bu B1 düz xəttinə aid olmayan nöqtədə kəsir. Onda deməli, həqiqətən də bunlar gördüyümüz kimi çarpazdır. Başqa, kubun diaqonalını çəkək. Baxın, kubun diaqonalından çarpaz olan bir düz xətt tapaq. Məsələn, kubun diaqonalından hansı ki bu ilə çəkdiyimiz A1B diaqonalıyla çarpazdır. Bax, elə bu çəkdiyimiz xətt. Çünki bu aşağıdakı müstəvini, baxın, bu yerdəki qırmızı müstəviyə fikir verin. Bunu da qırmızı rənglə rəyləyirəm. Bu aşağıdakı müstəvini kəsir. Hansı ki, baxın, bu D1C düz xətti kəsir və ona aid olmayan nöqtədə kəsir. O zaman deyə bilərik ki, bunlar bir-birinə A1B ilə D1C düz xətti bir-birlərinə çarpazdır. Yaxşı, bəs çarpaz düz xəttlər arasındakı biz bucağı tapmaq istəsək, iki çarpaz düz xətt arasındakı bucaq neçə dərəcə ola bilər? Və neçə dərəcəyə qədər ola bilər? Gəlin ona da baxaq. Təbii ki, iki çarpaz düz xətt arasındakı baxın bucaq 0-dan 90-a qədər olmalıdır və həmçinin burada bir dəqiqə bunlara düzəliş eləyək. İndi məsələn, tutaq ki, siz kubdur. Bax, bununla, bu düz xəttlə, hansı ki A1B düz xətti ilə nəyin arasında ki? Tutaq ki, elə gəlin D1C olsun, C1 olsun. Arasındakı bucağı tapmaq istəyirsiniz və bu bir kubdur. Çarpaz düz xəttlər arasındakı bucağı tapmaq üçün çarpaz düz xəttin birini digərinə paralel köçürmək lazımdır. Hansı ki, baxın, mən AB-ni paralelin köçürürəm D1C-nin yanına, C1-in yanına. Baxın, eyni onun paralelin köçürdüyü bura. Və indi onun paraleli ilə D1C1 hansı bucaq əmələ gətirir? Kub olduğu üçün kvadratın diaqonalı da 45 dərəcə. O zaman deməli bunlar arasında bucaq da 45 dərəcədir. Yəni, birindən digərinə paralel köçürməklə iki çarpaz düz xətt arasında bucağı tapa bilirik. Yaxşı, fəzada düz xəttlərin qarşılıqlı vəziyyətini artıq biz elə bilirəm ki, bildik. İndi gəlin keçək fəzada düz xəttlə müstəvinin halına. Fəzada düz xəttlə müstəvi necə qarşılıqlı vəziyyəti ola bilər? Baxın, bu alfa müstəvisi, burada da bir dənə A düz xətti var. Bu halda deyirik ki, düz xətt müstəvinin üstündədir. Yaxşı, indi düz xətt müstəvi üzərində yerləşməsə necə baş verə bilər bu? Baxın, bir düz xətt çəkirəm, A düz xətti. Burada bir beta müstəvisi. A düz xətti alfa müstəvisi üzərində deyil. Və yaxud ola bilsin ki, A düz xətti alfa müstəvisinə paralellə yerləşə bilər. Bu şəkildə. Bu da bir haldır. Və sonuncu bir düz xətt müstəvini kəsə bilər. Hansı ki, tutaq ki, K nöqtəsində A düz xətti
alfa müstəvisini kəsdi deyirik. Bu da düz xətlə müstəvinin bir halı. Daha sonra düz xətlə müstəvi kəsə bilər və belə deyək, düz xət müstəviyə kəsdikdə 90 dərəcəli bucaq altında kəsirsə, baxın, o zaman daha doğrusu düz xət müstəvi üzərində yerləşən iki kəsişən düz xəttdə perpendikulyardırsa, onda deyirik ki, bu A düz xətti alfa müstəvisinə perpendikulyardır. Bu da düz xətlə müstəvinin qarşılıqlı halı və hətta belə də bir qayda deyə bilərik ki, düz xəttin biraz öncəsində mən dedim paralel olması üçün. Əgər bir düz xətt bu düz xəttdə paralel olması, müstəviyə paralel olmasını istəyirsinizsə, A düz xəttini istəyirsiniz ki, alfa müstəvisinə paralel olsun. Onda bunun üzərindəki hər hansı bir B-yə paraleldirsə, onda alfa müstəvisinin özünə də paraleldir deyə bilərik. Bu da düz xəttlə müstəvinin halı. Ümumiyyətlə, amma biz məsələ həllərində istifadə edəcəyimiz belə deyək, qaydalara daha çox toxunmaq istəyirəm. Tutaq ki, bir düz xətt var, K düz xəttdir. Burada da bir A nöqtəsi var və sizə deyir ki, düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə qədər məsafə. Əgər nöqtədən düz xəttə qədər məsafə deyiriksə, bu nöqtədən bu düz xəttə çəkilmiş perpendikulyar nəzərdə tutulur. Həmçinin bu müstəvi üçün də keçərlidir. Tutaq ki, mənə deyir ki, məsələdə A nöqtəsindən alfa müstəvisinə qədər olan məsafə. Təbii ki, A nöqtəsindən alfa müstəvisinə qədər olan perpendikulyarı biz nəzərdə tuturuq. Deməli, bu olacaq nöqtədən düz xəttə, nöqtədən müstəviyə qədər olan məsafələr. Həmçinin düz xəttlə müstəvinin vəziyyətindən danışmışkən, məsələ həllərində bizə çox da yardımcı olacaq 2 dənə qaydanın da üstündən yəni keçmək istəmirəm. Baxın, bu nədir? Tutaq ki, bizə alfa müstəvisi üzərində olmayan bir AB düz xətti verib fərz eləyək. Və indi biz AB düz xətti alfa müstəvisi üzərində deyil. Baxın, deyir A nöqtəsindən müstəviyə qədər olan məsafə A A1-lə işarə olunub. B nöqtəsindən müstəviyə qədər olan məsafə B B1-lə işarə olunub. İndi tutaq ki, bunları birləşdiririk və bizə bu parçanın orta nöqtəsindən müstəviyə qədər olan məsafəni soruşur. Parçanın orta nöqtəsindən müstəviyə qədər olan məsafə dedikdə hansı ki, bu x, B ilə A, yazaq bura, x-imiz bərabərdir B plus A bölünsün ki, bundan da test tapşırıqları həllində çox-çox təsadüf edəcəyimiz bir qaydadır. Və İkinci bir hal orada yaranır ki, ola bilsin ki, düz xətt müstəvi üzərində yerləşir. Hətta, baxın, kəsir deyək onu belə adlandıraq. Tutaq ki, baxın, bu bir düz xətt müstəvini kəsir. İndi mən orada belə deyək, bunun orta nöqtəsini, baxın, tutaq ki, bunu biraz uzadaq. Orta nöqtəsi bura olsun. Tutaq ki, bu düz xəttin. Bura bir C olsun. Bura A, burada B1. Deməli, buradan bura qədər məsafə, həmçinin buradan bura qədər məsafə və parçanın orta nöqtəsindən bura qədər olan məsafə. Bu halda biz deyirik ki, A A1, C C1 və B B1 nöqtələrində müstəvi kəsir. C C1 nöqtəsində müstəvini kəsir və indi bizdən tutaq ki, bu orta nöqtəni belə verib. C nöqtəsidir, bu orta nöqtədir, bu x-i soruşur. Fərz eləyək, bu səfər bura A-da, burada olsun B. O zaman biz buradan x-i tapmaq üçün nə etməliyik? B məsafəcə böyük olandan B-dən A-nı çıxıb 2-yə bölməliyik. Bax, bu da bizə yenə də bir müstəvini kəsən düz xəttin orta nöqtəsinin müstəvidən məsafəsi, hündürlüyünü demək istəyir. Bu da bu şəkildə davam edirik. Bunları silək. İndi gəlin biraz da perpendikulyar, mail və proyeksiyadan danışaq. Çünki bunlara aid də kifayət qədər məsələ həlli var. Baxın, perpendikulyar, mail, proyeksiya nədir? Ən önəmlisi gəlin proyeksiyadan danışaq. Proyeksiya deyəndə nə başa düşürük? Baxın, tutaq ki, burada mənə bir paraleloqram verir və onu alfa müstəvisinə proyeksiyasını təsvir etməyimi istəyir. Tutaq ki, bu alfa müstəvisi üzərində belə bir L düz xətti var və alfa ABCD paraleloqramının hər bir nöqtəsini L düz xəttinə paralel olaraq proyeksiyalayıram. Baxın, aşağıda alfa müstəvisinə. Fikir verin. Bu çəkdiklərimin hamısı L düz xəttinə paraleldir. A-dır A1'dir, B-dir B1'dir, D-dir D1'dir, C-dir C1'dir. Baxın, indi mən bunu proyeksiyaladım, köçürdüm alfa müstəvisi üzərinə. Təbii ki, alfa müstəvisi üzərində alınan bu fiqur yuxarıdakının belə deyək, proyeksiyasıdır. Hansı ki, ABCD-nin proyeksiyası A1, C1, D1'dir. Və ola bilər ki, bir fiquru proyeksiyalayarkən
Baxın, tutaq ki, belə bir düz xəttdir. AB parçası olsun lap. AB parçasını indi elə bir düz xətt götürmüşəm ki, el düz xətti müstəviyə perpendikulyardır. Və perpendikulyar şəkildə proyeksiyalayacağım o zaman bu səfər. Baxın. AB parçasının hər bir nöqtəsini perpendikulyar şəkildə proyeksiyalasam, hansı ki, yerdə alınacaq AB parçasının proyeksiyası. Və fikir verin, burada proyeksiyanı elə paralel çəkdim, amma bu elin 90 dərəcə olduğunu demədim. Əgər bir proyeksiya bu şəkildə perpendikulyardırsa, ona biz ortoqonal proyeksiya adı veririk. İndi gəlin tanış olaq perpendikulyar və mail nədir? Yəni elə proyeksiya deyəndə əslində artıq biz ortoqonal proyeksiyanı nəzərdə tuturuq. Gəlin indi danışaq mail, perpendikulyar və proyeksiyadan. Baxın, tutaq ki, mənə bir alfa müstəvisi verib həmçinin. Bir alfa müstəvisi verib və alfa müstəvisi üzərində tutaq ki, olmayan bir nöqtə götürürüm, A nöqtəsi. A nöqtəsindən alfa müstəvisinə qədər məsafə ona çəkilmiş perpendikulyardır. Buna biz deyirik perpendikulyar. Və alfa, belə deyək, alfa müstəvisinin A düz xətti ilə hər hansı bir nöqtəsini birləşdirsəm, həmin yerə də deyəcəksiniz mail. Mailin oturacağı seydi, perpendikulyarın oturacağı deyildi. Bunları birləşdirdikdə alınan hissiyesi biz deyəcəyik proyeksiya. Və bir şey də bilməliyik ki, əgər bir müstəvi verilibsə və bir düz xətt parçası verilibsə, müstəvi ilə düz xətt arasındakı bucağı tapmaq istəyirsinizsə, hökmən o düz xəttin həmən müstəvisi üzərində proyeksiyasını qurmalısınız. Proyeksiyasını qursanız, o zaman belə deyək, artıq burada əmələ gələn bucaq düz xəttlə müstəvi arasındakı bucaq adlanacaq. Bu da aydındır və təbii ki, perpendikulyar maildən danışmışkən 3 perpendikulyar teoremindən danışmasaq olmaz. Gəlin tanış olaq 3 perpendikulyar teoremi ilə. 3 perpendikulyar teoremində bizə nə demək istəyir? Deyir ki, tutaq ki, baxın, bizə verilib bir alfa müstəvisi və alfa müstəvisi üzərində perpendikulyar mail və proyeksiya verilib. Bu mail, bu proyeksiya və bu da perpendikulyar. İndi tutaq ki, hər hansı bir düz xətt çəkməliyik biz və bu düz xəttimiz bizim hansı ki, bircə dəqiqə, hansı ki, baxın, bura perpendikulyardır. Fikir verin, baxın, bu düz xətt, hansı ki, bura perpendikulyardır. Hansı hissəyə deyəcəm? İndi bu A düz xəttdə olsun və bu da olsun A, B, C. Deyirik ki, AB perpendikulyardır A düz xəttinə. Əgər AB A düz xəttinə perpendikulyardırsa və 3 perpendikulyar teoreminə əsasən mailə perpendikulyar olan düz xətt onun proyeksiyasına da perpendikulyardır. Yəni CB də perpendikulyardır, hansı ki, deməli A düz xəttinə. Bu da 3 perpendikulyar teoremi. Bunun tərsi də təbii ki, doğrudur. Əgər deyiriksə ki, belə deyək, düz xətt proyeksiya perpendikulyardır, onda onun mailinə də perpendikulyardır. Bunu siz burada göstərməsəniz də olar. Məsələn, belə bir şəkil çəkim, tutaq ki, baxın, bura bir düz xətt çəkib, bura perpendikulyardır. Bura perpendikulyardırsa, deməli, avtomatik həmin düz xətt mailə də perpendikulyar sayılır. Bu da 3 perpendikulyar teoremi haqqında. Gəlin, davam edək. Biraz da danışmaq istəyirəm sizlərə. 200'lü bucaqdan. 200'lü, 300'lü və çox üzlü bucaqlar. 200'lü bucaq deyəndə biz nə başa düşürük? 200'lü bucaq dedikdə ortaq sərhədləri olan iki yarım müstəvinin əmələ gətirdiyi bucağa ad veririk. Tutaq ki, baxın, bu müstəvinin əmələ gətirdiyi bucaq bu alfadır bura. Və belə bir müstəvi var. Burada da yaranan bucaq müstəvi olsun beta müstəvisi və bunlar kəsişib. Deməli, baxın, kəsişirsə artıq orada belə deyək 4 dənə yarım müstəvilər yaranır və onların hamısına biz 200'lü bucaq adı veririk. Və tərifi necədir 200'lü bucağın? Bir də deyirəm, ortaq sərhəddə olan 2 dənə yarım müstəvidən əmələ gəlmiş bucaqdır 200'lü bucaq. Hansı ki, görürsünüz ortaq sərhəd buradır və bunların arasındakı bucağı
İkiyüzlü bucağın əslində belə deyək biz, əgər iki müstəvi kəsişirsə 4 dənə ikiyüzlü bucaq yaranır. 4 dənə ikiyüzlü bucaq. Bu da bu şəkildə göstərək. Bu şəkildə. Deməli, ikiyüzlü bucağı başa düşdü. İndi ikiyüzlü bucaq haqqında gəlin biraz daha geniş məlumat əldə edək. Deməli, ikiyüzlü bucağın da təbii ki, adi bucaq kimi dərəcə ölçüsü var. Bəs biz onu necə çəkirik? Deməli, ikiyüzlü bucağın bir nöqtə götürürəm tərəf üzərində və bundan tilə perpendikulyar indirirəm. Həmçinin digər tilə də perpendikulyar indirirəm və beləliklə bu arada qalan baxın bucaq adlanır ikiyüzlü bucağın xətti bucağı. Xətti bucaq. Yəni o bucaq neçə dərəcədirsə, elə ikiyüzlü bucağın da bucağı həmin dərəcə ölçüsünə malikdir. Və ikiyüzlü bucaq haqqında bilməliyik ki, ikiyüzlü bucağın xətti bucağının qiyməti hansı ki 0-dan 180 dərəcəyə qədər olur. Bucaqda məsələ həllində bizə ən çox lazım olan ikiyüzlü bucağın tilini tanımağımızdır. Bu ikiyüzlü bucağın tilidir. Növbəti yarım müstəvilər ikiyüzlü bucağın üzləridir. Bunların yerini bilək. Daha sonra nə deyə bilərik? Deməli, ikiyüzlü bucağın xətti bucağından danışdıq və iki kəsişən düz xəttin 4 dənə ikiyüzlü bucaqdan əmələ gətirdiyini də bildik. İndi keçək üçüzlü bucaq haqqında biraz danışaq və üçüzlü bucağa tərifi necə veririk? Üçüzlü bucaq tutaq ki, fərz edək olsun. Baxın, belə bir O nöqtəsindən çıxan üçlünə bu şəkildə şua çəkirəm. Və burada yaranan hansı ki AOB, BOC və AOC adlanır üçüzlü bucaq. Yəni O nöqtəsindən çıxsın və bir müstəvi üzərində olmayan 3 şuadan əmələ gələn bucaq üçüzlü bucaq adlanır. Üçüzlü bucaq haqqında biz nə danışa bilərik? Üçüzlü bucaq haqqında teoremimizdə deyir ki, üçüzlü bucağın müstəvi bucaqlarının cəmi, hansı ki müstəvi bucaqlar bundan söhbət gedir, alfa, beta və fi. Üçüzlü bucağın müstəvi bucaqlarının cəmi hər zaman 360 dərəcədən kiçikdir. Daha sonra üçüzlü bucağın hər hansı bir bucağını götürsək, məsələn alfanı götürsəm, digər iki müstəvi bucağının cəmindən hər zaman kiçik olmalıdır. Bu da olacaq beta plus fi. Yəni fi'ni götürürsünüzsə, digər iki tərəfin cəminin alfa plus beta'dan kiçik olmalıdır. Bu da üçüzlü bucaq haqqında. Məsələn, sizdən soruşa bilər ki, tutaq ki 120 dərəcə baxaq. Məsələn, verə bilər ki, sizə 120 dərəcə, 140 dərəcə və belə deyək 50 dərəcə. Sual verə bilər ki, bu üçüzlü bucağın bucaqları müstəvi bucaqları ola bilərmi? Biz nə yazdıq birinci teoremdə? Dedik cəmi 360-dan kiçik olmalıdır. Görək bunlar nə qədər edər? 50 dərəcə. Deməli 190, bu da 120, 200, 310 dərəcə. 310 dərəcə edirsə və bu 360 dərəcədən kiçikdir. Deməli, üçüzlü bucağın daxili bucaqlarının cəmi ola bilər. Və indi üçüzlü bucaqdan da danışdıq. Gəlin test toplusunun bəzi sualları ilə izahımıza davam edək. Hansı ki, sadə suallar və daha da mürəkkəblik səviyyəsi getdikcə artacaq. Baxaq. Baxın, gəlin müstəvi bölməsindən bir neçə məsələyə baxaq. Tutaq ki, biz 3-cü məsələni həll eləmək istəyirik. Deyir ki, müstəvidən 4 sm məsafədə olan nöqtədən bu müstəviyə endirilmiş mail. Baxın. Müstəvidən 4 sm məsafə nə deməkdir? Bir nöqtədən müstəviyə qədər məsafə ona çəkilmiş perpendikulyardır. Deməli, bu 4 sm məsafə deyəndə perpendikulyar nəzərdə tutulur. Və deyir ona çəkilmiş mail. Mail odur ki, hər hansı bir nöqtəsini birləşdirirsiniz, elə o da olacaq mail. İndi baxın, həmin mail də 5-dir. Bu nöqtədən müstəviyə endirilmiş mailin proyeksiyasını tapın. Deməli, bu 5-dirsə, bura 4-dürsə, burada eləyəcək Pifaqor teoreminə görə 3 desimetr. Başqa bir test tapşırığına baxaq. Deyir ki, uzunluğu 12 sm olan mail müstəvi ilə 6-cı test tapşırığından söhbət gedir. 45 dərəcəli bucağa əmələ gətirir. Baxın, birincisi bir müstəvinin mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapmaq üçün onun proyeksiyasını qurmaq lazımdır. Hansı ki, baxın bu mailimiz A, O, B, daha doğrusu A, B olsun. Belə eləyək.
AB maili. Və təbii ki, müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Burada bir 90 dərəcə var və 45 dərəcə olacaq. Baxın bura. Bu mailin müstəvi üzərindəki proyeksiyasını tap, hansı ki mail 12 santimetrdir. O zaman bura 45-45-dirsə 6/2 olacaq. 6/2, 6/2. Cavab olacaq D variantı. Başqa bir test tapşırığına baxaq. Deyir ki, baxın 11 nömrəli tapşırıqda müstəvi üzərində olmayan A nöqtəsindən, bir dənə burada A nöqtəsi var. Bu müstəviyə uzunluğu 20 cm olan mail çəkilmişdir. Deməli, əvvəla perpendikulyarı çəkək ki, daha sonra maili çəkək. Bu da olacaq nə qədər? 20 cm. Və belə deyək, mailin müstəvi üzərində proyeksiyası 16 cm-dir. A nöqtəsindən müstəviyə qədər olan məsafəni tapaq. A nöqtəsindən müstəviyə qədər olan bu AH məsafəsi bərabərdir. 400 çıxılsın 256. 144, bu isə eləyəcək 12. Daha sonra məsələn, baxaq 15 nömrəli tapşırığa. Müstəvidən 16 cm məsafədə olan nöqtədən. Deməli, buradan müstəvidən buna qədər olan məsafə 16-dır. Nöqtədən bu müstəviyə çəkilmiş mail, müstəvili mail çəkirik. Və bu müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Həmçinin mail proyeksiya ilə əmələ gətirdiyi bucaq müstəvi ilə əmələ gətirdiyi bucaq sayılır. O səbəbdən 30 dərəcəli bucaq qarşısında 16-cı hipotenuzda eləyəcək 32. Bu xassiyyə əsasən deyirik. Deməli, mailin uzunluğu bir dəqiqə 32 cm olar. Daha sonra başqa bir müstəvi məsələsinə baxaq. Diaqonalı 8 cm olan bir düzbucaqlının müstəvisinə. Baxın, 20 nömrəli tapşırığı işləyirik. Diaqonalı 8 cm olan bir düzbucaqlıdır. Və bu müstəviyə aid olmayan nöqtədən onun bütün təpələrindən, baxın, bu müstəviyə aid olmayan bir nöqtə götürürəm və bunun təpələrinə qədər məsafəni çəkirəm. Bu məsafəmiz nə qədərdir? 5. İndi baxın. Əgər bura 8-dirsə diaqonal bütöv, biz buradan bura hündürlüyü çəksək, düz mərkəzinə gəlib düşməlidir. Çünki yan tillər hamısı bərabərdir 5-ə. İndi sual verir ki, düzbucaqlının müstəvisinə qədər olan məsafəni tap, H-ı tap. Burada hansı ki 5-in yarısı olacaq deməli bu şəkildə. Düzbucaqlının müstəvisinə qədər olan məsafəni 8-in yarısı daha doğrusu 4 olacaq. Səbəb nədir? Diaqonalı yarıya bölür bu nöqtə. O zaman H da bərabərdir 25 çıxılsın 16, bu da eləyəcək 3. Doğru cavab A variantı. Yaxşı, başqa bir suala da baxaq. Məsələn, baxın, 27 nömrəli sual. Deyir, müstəvi xaricində götürülmüş nöqtədən müstəviyə uzunluqları 5 və 7 cm olan 2 mail çəkilmişdir. 2 dənə mail çəkirəm. 5 və 7 cm. Bunları başa düşdük. Kiçik mailin, deməli, kiçik mailin bu müstəvi üzərində, gəlin belə çəkək. Maildən söhbət gedir, bunu belə qeyd eləyək. Kiçik mailin bu müstəvi üzərində proyeksiyası 3 cm-dir. Böyük mailin proyeksiyasında bu da x-dır. Təbii ki, burada mən nədən istifadə edəcəm? Baxın, Pifaqor teoremi var. Bura 4 cm-dir, hansı ki, bura 4, bura 7, bu x-i tapa bilərik. Kök altında 49 çıx, hansı ki 16. Bu da eləyəcək cavabımız 33. Doğru cavab C variantı. Daha sonra, baxın, indi burada bir dənə də 30 nömrəli tapşırıq var. Gəlin ona da baxaq. Deyir ki, sahəsi 16 pi kvadrat santimetr olan dairə. Sahəsi 16 pi kvadrat olan dairə radiusu 6-dır. Daha doğrusu 4-dür. Sahəsi 16-dırsa, radiusumuz 4-dür. İndi deyir ki, dairənin mərkəzindən ona qaldırılmış perpendikulyar. Burada bir perpendikulyar qaldırılıb. Deməli, dairənin mərkəzindən onu qaldıran perpendikulyarın uc nöqtəsindən uyğun olaraq çevirən nöqtələrinə qədər məsafə 5-dir. Burada 5-dir. 5, 4, Pifaqor teoreminin görə bura 3-dür. Bu da bizdən soruşur ki, perpendikulyarın uzunluğunu tap. Deməli, doğru cavab A variantı.